Deməli, kreslo. Siz baxın. Bu kreslo dəmir parçasından, maçalkadandır. Nə əti var, nə sümüyü var. Nə çiğ süd əmib, nə də ki, bunun nəfsi var. Yəni bunun insana aid olan heç nəyi yoxdur. Bu sadəcə olaraq kreslodur. Deməli, kresloda günah yoxdur. Günah bu kresloda oturanlardadır. Yəni özün necəsən? Bax elə odur bu kreslo. Hey! Alo, Haycan, hardasan sen? Bəs işlədin, gəl evə də bir gün işə getdin, gəlməyi bilmirsən evə. həyatım, bir dəqiqə çox üzr istəyirəm. Gəlmirəm. Nə deyirsən? Deyirəm, gəlmirəm. Sənə demədim, mənim axşam Təngaltıda iclasım var, hə? Qutarda da başımı xarab elədi bu.